Əvvələn deyim ki, dövlət, cəmiyyət inkişaf etdikcə, beynəlxalq aləmə daha çox inteqrasiya olduqca, əlbəttə qanunlar da dəyişir, insanların məfkürəsində də yenilik olur. İstər məhkəmə sistemi, istər prokurorluq, digər hüquq mühafizə orqanları, vəkillik institutu daim cəmiyyətin, elmin, tərəqqinin inkişafına uyğun olaraq inkişaf edir, təkmilləşir. Biz bu dəqiqə deyə bilmərik ki, ölüm hadisəsi baş versin, mən gedim bir təcrübəli vaxtı ilə istintaqçı kimi bu işin istintaqını aparaq. Axı, indi elm, texnikanın nailiyyətləri ilə rəftar etməyi də bilməlisən, mənimsəməlisən. Bunlar fərqli cəhətlərdir. Ona görə də əlbəttə ki, Sovet dövrünün, ondan əvvəl Çar Rusiyası dövründəki vəkilin və yaxud indiki dövrün vəkillərin statuslarında, fəaliyyətlərində fərqlər var, çoxdur. Sovet dövründə əsasən vəkillik formalaşırdı. Məhkəmə hüquq sistemindən kənarlaşdırılan şəxslərin hesabına əsasən. Hansı ki, müəyyən qüsurları olurdu, prokurorluqdan, hakimlikdən kənarlaşırdı, istintaqdan uzaqlaşdırılırdı. Bunlar asanlıqla vəkil ola bilirdilər. Amma zaman göstərir ki, və indi də biz bunun şahidiyik ki, artıq vəkillik institutuna elə şəxslər daxil ola bilmir. Vəkillik institutu cavanlaşır. İnstitutu qutaran şəxslər birbaşa vəkil olmaq arzusundadırlar. Hətta məhkəmə hakimiyyəti orqanlarında, hüquq mühafizə orqanlarında işləyənlər özləri vəkil olmaq arzusundadırlar. Mən bu yaxında bir xanım mənə müraciət elədi ki, qızım vəkil olmaq istəyir. Mən də elə güman elədim ki, bu sənədlərini hazırlayıb yəqin vəkilliyə vermək istəyir. Məndən də soruşur, qayda necədir? Dedim, elanlar verilirdi ona insan. Dedi, yox, mən indi olmur, qızım hələ orta məktəbdə oxuyur. Fikir ver, orta məktəbdə oxuyur, vəkil olmaq arzusundadır. Hal-hazırda biz görürük, müəyyən təcrübəli və təqaüdə çıxmış, sağlam hüquqşünaslar vəkillik institutunda işlərini davam etdirirlər. Bu xoşdur. Gənclik ilə təcrübənin vəhdətidir. Amma qüsurlu şəxs kimi orqandan kənar olanların vəkilliyə yolları bağlıdır və ondan əlavə xüsusi bilik tələb olunur. Siz bilirsiniz ki, nə qədər imtahan verməlidir, hazırlaşmalıdır və tələb olunan balları toplamalıdır, tədrisdən keçməlidir. O, vəkillik kürsüsünə yetişmək üçün. Fərdin də rolu çox yüksəkdir. Bizim Vəkillər Kollegiyasında Anar Bağırovun rəhbərliyi dövründə deyərdim ki, bir vəkillik institutunda inqilabi çevriliş oldu. Bu, əhalinin rəğbətini, vəkillərə olan hörmətini, onun nüfuzuna qiymət verməsi ilə bərabər gənc nəslin vəkillik institutuna axışması baş verdi. Bu yaxında Apellyasiya Məhkəməsinin birində kollegiya sədri olan bir xanım mənə dedi ki, istəyirəm vəkilliyə keçəm. Bilirsiniz, çox çıxışlarımda da deyirəm və yenə də təkrar edə bilərəm ki, mən bu vəzifələrin hamısından keçmişəm də, müstəntiq, prokuror, məhkəmə sədri, hakim. İndi ən yüksək pillədə mənim üçün vəkillikdir, vəkillik institutudur. Vəkil çox təcrübəli və bilikli olmalıdır. Çünki o müstəntiqlə üzbəyiz gəlir, sonra prokurorla üzbəyiz gəlir, hakimlərlə üzbəyiz gəlir, digər vəkillərlə mənafeləri toqquşur, cinayətkarlarla. Bunların hamısını ram etmək, öyrənmək, bilmək və işin qanuni məcraya yönəldilməsi üçün səy göstərmək, bunu əsaslandırmaq üçün vəkil özü adi bir şəxs olmamalıdır. Vəkil özü də çox bilikli olmalıdır ki, bu instansiyalarda üstünlüyünü qoruyub saxlaya bilsin. Ondan əlavə vəkil elə bir ixtisasdır ki, onu müraciət edən şəxs özü seçir. Gərək elə bir vəkil olasan ki, səni seçsinlər. Burada təyinat deyir ki, filan kəs geçsin, filan vəkili tutsun, müqavilə bağlasın. Ona görə də mən həmişə deyirəm, vəkillər ədalətli işləməlidir, düzgün işləməlidir və əyintilərə özləri də yol verməməlidir və öz nüfuzlarını qaldırmalıdır və o nüfuzun hesabına da fəaliyyətləri genişlənməlidir və əhali arasında da hörmət sahibi olmalıdır.